Salam əziz izləyicilər, xoş gördük sizi. Biz bugün sizə dindən Adəm və Həvva haqqında və şeytanın vəzifəsi haqqında danışacağıq. İlk olaraq şeytanın yaranışı və üsyanı. Allah ilk olaraq mələkləri və mələk kimi itaat edən varlıqları yaratdı. Sonra Allah Adəmi torpaqdan yaratdı və ona nur və hikmət verdi. Yəni ilk insan olaraq Allah Adəmi, yəni Adəm peyğəmbərimizi yaratdı. Allah bütün mələklərə dedi, Adəmə səcdə edin. Bütün mələklər itaat etdilər, amma şeytan üsyan etdi. Yəni iblis Allah'a qarşı üsyan etdi və dedi, mən otdan yaradılmışam, o isə torpaqdan. Mən ondan üstünəm, səcdə etməyəcəm. Beləcə şeytan Allahın əmrinə qarşı çıxdı və təkəbbür göstərdi. Allah şeytanı cənnətdən qovdu və onu lənət etdi. Şeytan and içdi ki, insanları azdırmaq üçün əlindən gələni edəcək. Adəm və Həvvanın yaradılması və cənnətdə sınaq. Allah Adəmi və Həvvanı yaratdı və onları cənnətdə yerləşdirdi. Onlara dedi, bu ağaca yaxınlaşmayın, oradan yeməyin. Yəni Allah cənnətdə hər şeydən yeməyinə icazə verdi, amma yalnız o ağaca dedi yaxınlaşmayın. Amma şeytan onları aldatdı. Şeytan yaxınlaşdı və onları aldadaraq dedi, bu ağac sizə əbədi ölümsüzlük və bilik verəcək. Yəni şeytan onlara vəsvəsə verdi. Adəm və Həvva da şeytana aldanaraq əmrə qarşı çıxdılar və həmin ağacdan yedilər. Beləcə Adəm və Həvvanın gözləri açıldı, günahlarını anladılar. Tövbə və Allahın bağışlaması. Adəm və Həvva dərhal tövbə etdilər. Allah onların tövbəsini qəbul etdi və bağışladı. Allah dedi, siz və sizin övladlarınız bu dünyada sınaqlardan keçəcəksiniz. Amma doğru yol tutanlar və tövbə edənlər mənim hüzuruma dönəcəklər. Yəni insan günah edə bilər, səhv edə bilər, amma ürəkdən səmimi peşman olub tövbə etsə Allah bağışlayandır. Adəm və Həvva yer üzünə göndərildilər. Şeytan isə Allahdan vaxt istədi və dedi, mən onları azdıracağam. Allah ona vaxt verdi, amma şeytan hər şeydən xəbərdardır. İnsanlara qarşı olan sınaqlar yalnız Allahın izni həyata keçirir. Yəni dində də yazılıb ki, Quranda da. Şeytanın insan üzərində gücü yoxdur. Yəni şeytan insanı məcbur edə bilməz. Yəni ki, fiziki təsir göstərə bilməz. Şeytan yalnız vəsvəsə ilə insanın beynini, ürəyinə pıçıldayır. Yəni fikirlərini, yəni ki, harama, pis yola çəkmək istəyir, intihara da sürükləyir, amma insanı qalibdən gəlməyə bacarmalıdır. Yəni şeytan bir sınaqdır. Yəni şeytan olmasaydı, bəlkə də sınaq da olmaz. Allah ona görə, yəni ilk sınaqda elə Adəm üzərində elədi Allah. Düzə Adəm səhv elədi, o ağaca yaxınlaşdı, amma səmimi tövbə edərək Allah onu bağışladı. Yəni Allah bağışlayandır, amma əsas gərək insan səmimi başa düşsün və səmimi tövbə